Bugün danışacağıq nədən? Bugün danışacağıq feilin qrammatik məna növlərindən. Eşidirsiniz uşaqlar? Bax, bütün xırdalıqları deyəcəm. Kimin də nə sual olsa, onsuz da yenə demişəm, görüntü düşmür, sizin ancaq səssiz düşür. Nə sualınız var, verin. Ola bilər də bəlkə izahda hansısa bir məqam bizim yadımızdan çıxır. Birinci ondan başlayırıq ki, mövzunun adı feilin qrammatik məna növü olsa da, burada istifadə olunan məlumdan başqa da məhsul, qayıdış, şəxsiz, qarşılıq birgəlik, izbar növün şəkilçiləri, yəni növ şəkilçiləri leksikdir. Adı qrammatik məna növü olsa da. Yaxşımı? Bu aydındır. Sonra uşaqlar bəzən soruşur ki, müəllim, feillər bölünür təsriflənən feillər, təsriflənməyən feillər. İndi bu feilin qrammatik məna növünü elə yazıblar, biz tuta bilmirik. Bu təsriflənən feildir, yoxsa təsriflənməyən. Uşaqlar, istər təsriflənən feillərin, yəni feilin şəkilləridir də, bunlar əmr, xəbər, arzu, vacib, lazım, şərt. Bunların da şəkilçisi qrammatikdir. Təsriflənməyən feillər var, məsdər, feili sifət, feili bağlama, onların da şəkilçisi qrammatikdir. Amma indi keçdiyimiz feilin qrammatik məna növlərinin şəkilçisi necədir? Leksik. Düzdür? İndi sual meydana çıxır. Sizə sual verirəm. Birinci dilimizdə normal qaydada, adi halda. Leksik şəkilçi birinci gəlir, qrammatik. Leksik. Deməli, birinci bu sözə, bu feilin qrammatik məna növün şəkilçisi artırılacaq. Ondan sonra sən, məsələn, feilin vacib şəklinin şəkilçisini artırsan, olacaq vacib şəkli, təsriflənən feil. Nə bilim, feili sifətin şəkilçisini artırsan, olacaq təsriflənməyən feil. Başa düşdünüz necə? Yəni, bu qrammatik məna növündən sonra gələcək qrammatik şəkilçidən asılıdır. Bu feil təsriflənən olacaq, yoxsa təsriflənməyən. Biz konkret olaraq bu feilin qrammatik məna növüdür deyənə, bu ya təsriflənəndir, ya təsriflənməyən, belə bir fikir deyə bilmərik. Yaxşı, getdik. 1. Feilin qrammatik məna növləri hansılardır? Birinci növün adı nədir? Məlum. Məlum. Məlum növün xüsusi növ şəkilçisi yoxdur. Bax, bu o demək deyil, ha, siz məlum növdə olan sözün üstündə ümumiyyətlə şəkilçi görməyəcəksiniz. Bu sizin bu yanaşmanız o adlı hala oxşuyur da. Uşağa deyirəm, adlı halın xüsusi şəkilçisi yoxdur. Uşaq şəkilçisiz söz axtarır. Ev, qələm, maşın. Elə bilir ki, adlı halda ümumiyyətlə şəkilçi ola bilməz. O düşüncəni burada da tətbiq eləməyin, ha. Feildə bundan əvvəlki dərsdə siz kifayət qədər şəkilçi gördünüz. Ən azı 20-30 şəkilçi var idi. Mənsubiyyət ola bilər, cəm ola bilər, özümüz artırarıq və yaxud da nümunədə var. Məsələn, kitab, xana, lar, ımızdır. Xana leksik, leksik, lar cəm şəkilçisi, ımız mənsubiyyət, dır xəbərlik. Hal var. Hal şəkilçisi olmayana kimi adlı xaldır. Lori dildə belə izah edilir. Yemək bişirirsiniz, yemək bişirsən. O yeməyə isyot tökürsən, biber tökürsən, nə bilim, tomat tökürsən. Ta ki, duz tökməyənə kimi duzlu deyil. Düzdür? Oraya isyot tökmək bunun duzlu olmağı demək deyil ki. Söz də belədir. Orada hal şəkilçisi olmayana kimi, qeyri-mənləri çıxırıq da. Hal şəkilçisi olmayana kimi o söz adlı xaldadır. Bəs sonra. Bu da belə. Məlum növün növ şəkilçisi yoxdur, düzdür. Amma növlərdən başqa da feildə leksik şəkilçiləri var axı. Məsələn, ar-ər var idi, bozdan bozarmaq, çıxdan çıxarmaq. Sonra lan və laş şəkilçiləri vardı, parçalanmırdı. Məsələn, halallaşmaq sözündə halal sözün köküdür, laş leksikdir, düzəltmədir. Nə deyəcəksən? Məlum növ. Niyə? Çünki laş deyə bir növ şəkilçisi yoxdur. Nə qayıdışda var, nə qarşılıqda, heç birində yoxdur da. Yaxşı. Deməli, məlum növün xüsusi şəkilçisi olmadığı üçün o sadə ola bilər. Yeganə növdür ki, sadə ola bilər, Asif. Və digər feildə olan o başqa leksik şəkilçiləri qəbul edib düzəltmədə ola bilər və təbii ki, mürəkkəb də ola bilər. Yəni, həm sadə, həm düzəltmə, həm mürəkkəb olmaq ehtimalı olan bir dənə məlum növdür. Xüsusən sadə olmaq ehtimalı. Məlum növdə adı üzərində işi görən məlum olur. Feildə belə bir anlayış var, 3 anlayış var. Subyekt, obyekt, hərəkat. Məsələn, müəllim deyək ki, vəlini çırpdı. İşi görən kimdir? Müəllim. Subyekt. Videonun atırlar, şiddət var. Qılarsın. Deməli, işi görən müəllimdir, subyektdir. İş nəyin üstündə görülüb? Həmin oğlan, vəlinin üstündə. Vəli olur, obyekt. Mən sizdən bunu nəyə başa salmaq istəyirəm? Mən deyə bilərdim, Ramil qapını bağladı. Mən sizə izah eləmək istəyirəm ki, insan da obyekt ola bilər.
Bunu bilmək sizə qayıdış növdə çox lazım olacaq. Bəzən insan özü üstündə iş görür. Uşaq elə bilir ki, obyekt ancaq əşya olur. Ay sol, darandı, bəzəndi tipli sözlərdə. Deyir müəllim, biz elə bilirik ki, biz ancaq əşyanın, taxtanın, tuxtanın üstündə iş görə bilərik. Yox. İnsan da bəzən obyekt ola bilər. Başa düşdünüz necə? Biz işi gördük vəlinin üstündə. Çırpılan vəli idi. Bizim obyektimiz odur. İndi çırpmışam, sığallamışam, qucaqlamışam. Bu artıq hərəkətdir. Subyekt işi görəndir. Obyekt üzərində iş görüləndir. Hərəkətdir. İndi burada subyekt, yəni işi görən məlum olur və 99% mübtəda olur. Məlum növlə bağlı fikirlər bu qədər. İndi növbəti qısa yazıram. Məhsul. Şəkilçisi ıl üstü 4. Bəli, ın üstü 4 və tək n. Qayıdış. Yenə də şəkilçisi ıl üstü 4, ın üstü 4 və n. Sonra şəxssiz ayrıca proqramdan çıxarılsa da, şəkilçiləri bu qayıdış və məhsulla eyni olduğu üçün qarışdırıla bilir deyənə mən buna toxunacam. Şəxssiz növdə ıl üstü 4 var, ın üstü 4 var, da tək n yoxdur. Bir dənə də sizə söz deyim, uşaqlar. Burada ayrıca qeyd eləyirəm. Qayıdış növdə tək n var, tək l yoxdur uşaqlar. Başa düşdünüz? Tək l yoxdur. Bunu niyə belə xüsusi ilə yazdım, onu sizə deyəcəm. Sonra qarşılıq birgəlik, qarşılıq qısa yazıram. Birgəlik, ış üstü 4 və tək ş şəkilçisidir. İzbardır, izbar. Dırdır, bir də t'dır. Deməli, dır üstü 4'dür və tək t'dır. İndi bizim dərdimiz, birinci dərdimiz nədir? Fikir verirsiniz, məhsuldur, qayıdışdır, şəxssizdir. Bax, fikir verin şəkilçilərə. Demək olar ki, eynidir. Il da var, ın da var, n da var. Il da var, ın da var, n da var. İndi sual meydana çıxır ki, biz bunu necə tapacağıq? Biz bunu necə müəyyənləşdirəcəyik ki, hansı şəkilçi məhsulundur, hansı şəkilçi qayıdışındır? Bunu başa düşmək üçün birinci qayıdış növü sıradan çıxardırıq. Qayıdış növün şəkilçisi olmalıdır. Əsas qaydamız odur ki, növü yaradan şəkilçidir, həmin şəkilçi orada olsun. Və gəlirik növbəti bir məsələyə. Qayıdış növdə işi görən subyekt həm də işinin obyekti olur. Yəni işi, başqa dinlənsə, öz üzərində icra eləyir. Ən çox bu bərənmək, daranmaq, bəzənmək, bu tipli sözlərdə olur. Məsələn, deyirəm ki, Leyla bəzəndi. İndi bu cümlə biraz riskli cümlədir. Ola bilər salona gedib, amma normalda bunu qayıdış növ götürürlər. Leyla oturur güzgün qabağında. Götürür bir dənə daraq, götürür nə bilim, mala, cips, şpaklovka, aslar üzdür. Sement, o işi məhsuldur da. Həmin o şeydir, bəzənli. Deməli, normalda biz belə təsəvvür edirik ki, bu özü bəzənib güzgün qabağında. İşi görən də Leyladır. İşi öz üstündə gördüyü üçün obyekt də Leyladır. Bunu götürürük qayıdış növ. Məsələn, belə sala bilər də hansı söz həm məhsul, həm qayıdış kimi düşünülə bilər, bunu götürə bilər. Məsələn, bəzəndi sözü ola bilsin ki, qız bəzənməyib, yolka bəzənib, otaq bəzənib. Düzdür, məhsul ola bilər. Sonra atıldı sözü. Məsələn, əskər döyüşə atıldı, irəli atıldı, özü üstündə işi gördüyü üçün qayıdışdır. Amma məsələn, uşaq bayra atıldı, Dürrətov mənim dərsindən. Və belə bir şey, bu uşaq özü çıxmır, kimsə bunu götürür, atır çölə. Və yaxud da, zibil balkondan küçəyə atıldı. Bu balkondan zibil tullanmır ki, mən getdim. Belə olmur da, bananlar, zadlar düşdüyü, elə olmur. Bunu kimsə götürür, qızıldadır həyata. Başa düşdünüz? Sonra açıldı sözü. Məsələn, mənim ürəyim açılır sizə baxanda. Sonra hava açılır. Sonra gül açılır. Bunlar gülü özü açılır. Biz səhər-səhər durub gülü açmırıq ki. Bu qayıdışdır. Amma qapı açıldı, artıq məhsuldur. Düzdür? Dükan açıldı, təzə obyekt açıldı. Bu artıq kimsə bunun açılışını eləyib. Ona görə məhsul növüdür. Bunlar başa düşüldü. Saatla az oyna. Sonra uşaqlar, sizin qayıdış növdə necə çaşdıracaqlar? 1. Bax, mən bura elə-belə yazmamışam da, boşluğu yoxdur. Məsələn, yazacaq ki, nənəm göz görə-görə qocalır. Uşaq da fikirləşir ki, nənə öz-özünə qocalır da. Birincisi, qoca sifətdir. Bizim mövzumuz nədir? Feilin qrammatik məna növləridir. Düzdür? Ay son.
Və yaxud da deyirəm ki, məsələn, Əli günü-gündən kökəlir. Uşaq da deyir ki, ha da Əli öz-özünə kökəlir də. Bu kök sözün köküdür də, sifətdir, düzdür? Ay son. Və yaxud da deyirəm ki, məsələn, qardaşımız vəzifəyə ucalır. Uşaq da deyir ki, ucalır, öz-özünə eləyib də. Bu nətər olur? Bu qayıdışdır da. Cavab çıxır, məlum deyir, sual səhvdir. Bizim növ şəkilçimiz olmayana kimi belə bir növ şəkilçisi yoxdur da. Düzdür? Nə bilim, qardaşım kökəldi, nənəm qocaldı. Ona qalsa gün çıxdı da gün öz-özünə çıxır. Başa düşdünüz? Orada D keçmiş zamandır, söz sadədir. Sadə olma ehtimalı olan bir dənə məlum növdür. Başa düşdünüz? Sonra keçdik məhsulla şəxsizin fərqinə. Birinci növbədə məhsulda onu danışaq ki, məhsul adı, riyaziyyatda məhsul nədir? Bilinməyən X, ISO. Biz məhsulu axtarırıq da, həmişə düşmüş o X-in dalınca ki, hardadır? Məhsul bilinməyəndir. Bu məhsul növ feillərdə də mübtəda olur, işi görən bilinmir. Məsələn, deyirəm ki, stol və ya stol, masa sındırıldı. Kim tərəfindən sındırılıb? Bilinmir. Və yaxud da qapı açıldı. Fikirləşməyəsiniz, qapı öz-özünə açıldı və belə şeyləri qoyun qırağa. Bu qapının hansı bir qüvvə açıb da, bunu it açıb, pişik açıb, adam açıb, nəsə bunu açıb. Qapı özü durub özünü aça bilməz. Külək açıb, nəsə bunu açıb da, başa düşdünüz. Ona görə bunu götürməyin qayıdış növ ki, bu iş öz-özünə baş verir. Başa düşdünüz. Bu belə. Sonra məhsul növdə sizi necə aldada bilərlər? 1. Bax, məktub yazıldı. Hansı növdür? Yazıl. Məhsuldur. Hamımız razıyıq da məhsuldur. İndi gör cümləni necə fırladır. Deyir ki, məktub, yox, Rahidə tərəfindən yazıldı. İndi bayaqki kimi yenə yazıldı məhsul, amma ortada Rahidə adı var. İndi biz neyniyək? Buna məlum deyək, yoxsa məhsul deyək? Yox, istisna zad burada yoxdur. Yox, şəxsiz deyil. Rahidə tərəfindən. Yox, mənə bir dənə şey deyim. Bu məhsuldur, yoxsa məlumdur? Məlum deyənlər kimdir? Bax, deyirəm ki, torpaq şumlandı. Məhsuldur da. Şumla sözündən N, bilinmir kim şumlayıb. Güvəndə belə yazılır, şumlandı, becərildi, belə bir şey yazılır. İndi deyirəm ki, torpaq əkinçilər tərəfindən şumlandı. Məsələn, qapı açıldı, məhsuldur. Deyirəm, qapı Asif tərəfindən açıldı. İndi burada Asifin adı kesir deyənə, biz durub buna məlum deyək, yoxsa yenə məhsul saxlayaq? Şəkilçi var. Il var, bəli. De. Orada istifadə ediləndə var. Yenə şəkilçi. Şəkilçi açıldı sözü qalır yerində. Söz ümumiyyətlə dəyişmir. Nə qədər ikinci oyunumuzdan bilər ikinci. Məhsuldur. Uşaqlar, bu məhsul növdür yenə də. Deyərsiniz, ay müəllim, bəs orada insanın adı kesir axı, bəs onu hara yazaq? Biz əgər, xeyr, məhsuldur yenə də. Biz əgər məlum növ yaratmaq istəsəydik, deyərdik, Asif qapını açdı da. Niyə belə qulağı qaşıyırıq axı? Məktub Əli tərəfindən yazıldı. Elə də Asif məktubu yazdı da. Yəni, subyekt mübtəda ola bilməyib. Məktub obyektdir, olub mübtəda. Asif subyekti, olub tamamlıq. Əksinə olmalı idi. Subyekt mübtəda ola bilmədiyi üçün və ən əsas məsələlərdən biri. Şəkilçimiz orada məhsul növü şəkilçi olduğu üçün bu gedir necə növ? Məhsul növ. Sonra məhsul növü şəxsizlə qarışdıracaqsınız. Bax, məktub yazıldı, aysa təsirliyə baxa bilərsiniz, mübtəda qoya bilərsiniz. İkisi də keçir. Məsələn, məktub yazıldıda da məktubun yazanın kimliyi bilinmir, məsələyə baxıldı, orada da məsələyə kimin baxdığını bilmirsiniz. Amma məktub yazıldıda məktub mübtədasını qoya bilirsiniz. Şəxsiz növdə ümumiyyətlə mübtəda bərpa eləmək olmur, baxıldı. Uzağı tamamlıq qoyarsınız da, məsələyə baxıldı. Bir də təsirli, təsirsiz məsələsi var. Bura baxın. Bax, yazıram ki, yaz sözün kökü, yaz, ıl, D, sonra yazıram bax, ıl, D. Bax, kimi nəyi haranı olmur. Il, ın şəkilçisi təsirsizi artırılıbsa bu şəxsizdir. Yaz nəyi? Il, ın təsirliyi artırılıbsa məhsuldur. Buraya yazıram məhsul. Başa düşdünüz? Yenə deyirəm. Il və ın şəkilçiləri.
Təsirli nəticə eyni olacaq. Çünki eyni şəkilçidir. Ya ikisi də təsirsiz olur, ya ikisi də təsirli. Mən bunu niyə qabartmıram? Təsirli, təsirsiz məsələsi burada sizə lazım deyil. Bunu ayrıcı olaraq sual halında salmırlar. Əgər bu ıl-ın şəkilçiləri təsirsizə artırılıbsa, şəxssiz yaradır. Təsirliyə artırılıbsa, məhsul yaradır. Və ondan da rahat yol mübtəda qoymaqdır. Məsələn, döyüldü. Məsələn, Əli döyüldü. Yox, qutardı getdi. Əli mübtədadır, qutardı getdi. Bu Əli döyüldü də Əli sözünü görüb deməyəsiniz bu şeydir, məlum növdür. Döyənin kimliyi bilinmir. Əli burada obyektdir. Çarpıblar bunu. Başa düşdü. Bəli, kimin döydüyü bilinmir. Sonra qarşılıq birgəlik növ adı bir yerdə keçsə də ayrı-ayrı bəzən istəyirlər. Qarşılıq növü ayrıca istəyir, birgəlik növü ayrıca istəyir. Mənaya fikir vermək lazımdır. Qarşılıq növdə iş qarşı-qarşıya icra olunur, birgəlik növdə isə birgə icra olunur. Məsələn, gülüşmək birgəlikdir, itlərin hürüşməyi birgəlikdir, ağlaşmaq birgəlikdir. Amma yazışmaq qarşılıqdır. Məsələn, yazıram salam, o da yazır salam. Məsələn, necəsən, o da yazır necəsən. Yaxşıyam, sən necəsən, aysa. Bu qarşılıq növdür. Məsələn, döyüşmək qarşılıq növdür, vuruşmaq qarşılıq növdür. İndi bir-iki dənə sözlər var, ehtiyatlı olasınız. Ehtiyatlı olasınız. Məsələn, getdiyinə. Bu məna ilə iki növdə aldadırlar. Bir qayıdışda aldadırlar, bir də qarşılıq birgəlik növdə. Məsələn, yazır salamlaşmaq. Hansı növdür? Qarşılıq. Birinci şəkilçi var, salamlayırsan, salamlaşırsan, ş var. İkincisi ki, məna var da, mən sənə salam verirəm, sən də mənə salam versən, bunun qarşılığını versən və biz bir yerdə salamlaşırıq. Bunun oxşarı var, sağollaşmaq. Uşaq deyir, müəllim, o da həmin şeydir də, bu salamlaşanda qarşılıq idi. Sağollaşanda niyə qarşılıq olmasın ki? Şəkilçi yoxdur. Salamlamaq sözü var, şişə şəkilçisi çıxır. Sağollamaq yoxdur axı. Başa düşdünüz? Ona görə sağolla sözü yoxdur. Və yaxud da, mən dostumla halallaşdım. Deyir, müəllim, qarşılıqdır da, mən ona halallıq verdim, o da mənə. Halalla yoxdur axı. Başa düşdün? Və yaxud da zamanə ilə ayaqlaşmaq. Deyir, müəllim, var da, ayaqlayıb ayaqlaşırsınız. Ayaqlayırsınız. Deməli, o iPhone 17 Pro Max alıb, sən də alırsansa, dostunla, qonşu ilə ayaqlaşırsansa, nəyə ayaqlayırsan ki? Nə əlaqəsi? Sonra uşaqlar, 2 dənə söz var, ehtiyatlı olasınız bundan. 2-3 dənə söz var, ehtiyatlı olasınız. Məsələn, daşlaşmaq sözü. Qurmaq, bərkimək mənasını verəndə məlum növdür. Məsələn, sement qaldı, daşlaşdı. Çörək, Allah bərəkətinə qurban olum, quruyur, daşlaşır o mənada. Bu çörəyi, sementi daşlamır ki. Məlum növdür. Amma uşaqlar həyatda daşlaşdı, artıq qarşılıqdır. Mən sənə daş atıram, sən də mənə, bu olur daşlaşmaq. Sonra, lan şəkilçisindən də ehtiyatlı olasınız. Məsələn, tutalım ki, getdik, yağlandı. Saçım yağlandı məsələn. Burada saçı yağlanmırsan ki, yağlansın, özü baş verir. Burada lan bütövdür. Deməyəsiniz, qayıdışdı. Məlumdur, şəkilçi çıxmır. Sonra sulandı, gözüm sulandı. Deyirəm, uşaq deyir, öz nə olur da, gözü nə sulanır da, qayıdışdı. Suluyursan gözü sulanır. Xeyr, lan bütöv şəkilçidir. Yenə məlum növdür. Başa düşdün? Hə, məsələn, ayaqlanmaq. Xalçanı ayaqla ayaqlayırsan, xalça ayaqlanır. Hə. Sonra 2 dənə söz var ki, çaşıb ya qarşılıq ya birgəlik götür, yəqin ki birgəlik götürərsiniz, məlum növdür. Şəkilçi görsəz belə. Biri gəzişməkdir, biri də hansısa bir işə girişməkdir. Uşaq deyir ki, müəllim, niyə biz 8 nəfər dost çıxmışıq, gəzişirik də, birgəlikdir də. Yaxşı, mən tək gəzişə bilmərəm. Eləyə bilərəm də. Bir it həyatda tək hürüşə bilər, uzağı hürə bilər. Hürüşə bilməz. Bir qoyun tək mələşə bilər, uzağı məliyə bilər də. Allah iraq eləsin, üzürdür, meydi uzadıblar burada. Bir arvad tək ağlaşa bilər, uzağı ağlaya bilər də, düzdür. Başa düşdünüz nəyi demək istəyirəm? Ağlaşmaq birgəlikdir, ağlamaq yox. Amma bir insan tək bir işə girişə bilər. Adam var, pulu var, məsələn, Asifin 2-3 milyon varında, düzdür. Məsələn, deyir ki, Kitaydan vuracam. Nə deyirdi o? Knopka deyirdi vuracam. O ayaqqabının qırağından sökülür. Ondan vuracam, gətirəcəm. Tək girişir bu biznesə məsələn.
O gün keçən dəfə də bir biznesə girişmişdi. O indi kameradan sonra deyərəm də. Vergi görə təzə biznes sərf eləmir. Aysan. Yo, rezin gətirmişdi Kitaydan rezin. Bel rezini. Sportivni rezin zat gətirmişdi. Tələbat böyüdü deyir. Bilmirəm nəsə asır yəqin özünü. Qılarsın. Hə. Yəni pulun var, girişir də, qardaş, heç kimə ehtiyacı yoxdur. Mən məsələn kasıbam 5 nəfərlə bir yerdə bir işə girişirəm, bu tək girişir. Gözləyirsiniz, birgəli kimi düşünməyə ehtiyacı yoxdur. Birdən sizi cümlədə aldadarlar, deyərlər, biz 15 nəfər getdik, bulvarda gəzişdik, 15 nəfəri boş verin. Sən yenə 15 nəfər olmasa da tək-tək gəzişirsən. Yenə bu məlum növdür. Yaxşı? Hər bir halda məlum götürün, bəli. Sonra, burada mənadan ehtiyatlı olasınız uşaqlar. Yaxşı? Sonra toplaşmaq sözün kökü topdur. Toplayırlar, sonra toplaşır. Bir gəlinivdir. Bu top futbol topu deyil. Messi'nin penal vurduğu top deyil. Top olmaq, cəm olmaq. Mən də bu qədər buna razı deyiləm, amma top olmaq, cəm olmaq mənasındadır. Sonra qucaqlaşmaq sözün kökü qucdur. Bu o şeydə o mahnı deyil. O mahnı deyil. Qucmaq feili var Azərbaycanda. Qucmaq elə qucaqlamaq deməkdir. Qucdan qucaq. Sonra qucaqlayırsan, elə o da səni qucaqlayır, olur qucaqlaşmaq. Hə? Nə? Hə? Hə? Telefonda görmüşdüm, dar götürmüşdülər. İnsanın yeri dar olanda, güyada, sıxılanda darıxır. Onu o məntiqlə götürüb. Paslaşmaq necə götürərsən? Paslayırsan, sonra paslaşır. Biraz məntiqsiz olur o söz. Onu inanmıram harasa salarlar o. O məni pasladı, mən də onu pasladım. Biz paslaşırıq. Biraz düz gəlmir axı. Hə, qulaq asın, gedərik inşallah. Bunu başa düşdünüz. Ehtiyatlı olun bundan. Sonra gəlirik icbar növ. Uşaqlar, icbar növün 3 şərti var. Üçü də ödənilsə icbarı götürün. Ödənilməsə götürməyin. 1. Ana qayda, əsas qayda, digərlərində olduğu kimi növ şəkilçisi olmalıdır. 1. Oldu. Bir dəqiqə. Hə. Oldu. Birinci mərhələ keçdi. İkinci. İcbar növün şəkilçisi təsirlidən bir dənə bu sözü yazın. Bunu axırda mübahisə eləyərik. Yazdırıldı. Bunu axırda söhbət eləyərik. Mənim yadıma salarsınız. Hə. Deməli, yaz nəyi, yazdır nəyi icbar növüdür. Sil nəyi, sildir nəyi icbar növüdür. Sök nəyi, söktür nəyi icbar növüdür. İndi qulaq asın. İndi görün sizə nə deyirəm. İcbar növün növbəti tələbi, icbar sözünün mənası nədir? Tarix oxuyanlar. İcbar nə deməkdir? Məcbur sözündəndir. Məsələn, icbari təhsil var, 9 ildir. Allah içmə göstər, icbari iş, icbari sığorta, aysa, icbari tibbi sığorta deyirlər, nə deyirlər? İcbari məcburi deməkdir. İndi qulaq asın, görün sizə nə deyirəm. İcbar növdə də kiməsə elətdirməlisən, özün eləmirsən. Bax, güldürməkdə mən sizi güldürürəm. Öldürməkdə mən kimisə öldürürəm. Bir məsələni bildirəndə mən bildirirəm. Qaldırmaq sözün kökü qaldır. Məsələn, siz zəmbilləri 5-ci mərtəbəyə qaldırırsınız. Bunun qalmağa nə dəxli var? Qaldıranda qalırsan. Yox, məsələn, indi bir dənə məncə də yoxdur. Bax, siz balınızı qaldırın. Siz, adam var qalan yerdə qaldırmır da. Məsələn, sən 5-ci mərtəbədə yaşayırsan. Zəmbili 5-ci mərtəbəyə qaldırırsan. Hani, qaldın? Orada olmur da, burada olmur. Nə dəxli var? Sənin sözün bizə nəyə oxşadı? Yapışmaq sözündə bir dənə uşaq mənə deyir, müəllim, təndirə çörəyi yapırsan, yapışır. Heç dəxli var. Aslında düz getirir. Bir dənə yerdə yedi də. Deyirəm, dəyişməyin kökü dəy deyil. Deyir, mən niyə pulta dəyirsən, kanal dəyişir. Siz də onun kimi fikirləşirsiniz. Sonra siz balınızı qaldırırsınız. Məntiqli uşaqlar var. Balınızı qaldırırsınız. Bal, 5 bal, imtahanda bal yığırsınız. Siz məsələn yığmışdınız, keçən imtahanda tam 50 bal. Qaldırmışsınız, bunu eləmişsiniz 70 bal. Siz yerinizdə qalmamısınız, əksinə hərəkət eləmişsiniz. Bunun axı mənə bağlılığı yoxdur. Düzdür? Əksinə siz gərək yerinizdə qalmayasınız. İrəliyəsiniz ki, balınız qalxsın. Gəlirik bu sözə. Sözün kökü yaz. Dır leksik, icbar növün şəkilçisi. Il da məhsul növün şəkilçisi.
D-də keçmiş zamanda boş verin bunu, qrammatikdir. İndi sual meydana çıxır. Bu söz D-ra görə icbardır, yoxsa I-la görə məhculdur? İcbardır, yoxsa məhcul? Bilmirəm. Mənə deyin ki, icbardır, yoxsa məhculdur? Yazdırıldı sözü var ha. Ildı. İcbardır, yoxsa məhculdur? Birinci sözə baxır, yazdı. Məhculdur. Bilmirəm. Axırıncı sözə baxın. O birinci şəkilçiyə baxmaq zamanlarda idi, qarışdırmayın. Qrammatik şəkilçilərdə idi. Kim tərəfindən yazdırıldığı bilinmir, məhculdur. İcbar elətdirən var, o ki, məsələn, onu elətdirib, o şəxs bilinmir, başa düşdünüz? Bax, deməli, bəzən növ şəkilçinin üstünə artırıla bilir, ha. Yazdırmaq icbardır, əgər bu olmasaydı. O siz dediyiniz siz nə idi? Birinciyə baxırsan, o sənin dediyimsə nə idi? Məsələn, gəlmişdi. Uşaq deyir ki, və yaxud da gəlirdi. Belə yazım ki, qarışıq olmasın. Gəlirdi. Uşaq deyir, müəllim, indiki götürüm, yoxsa keçmiş, dedim birincisinə bax. O sən dediyin qrammatik şəkilçilər. Bu leksikdir axı. Baxıb, leksik şəkilçi sözü artırılanda yeni mənalı sözü yaradır. Başa düşdünüz? İcbar növdə başqa nə sual düşə bilir? Bax, görürsünüz, məhsulda da ılındı, icbarda da ılındı, şəxsizdə də ılın var. Bəzən eyni söz, məsələn, döyük sözü. Ürək döyünməkdə ını artırılıb. Kimsə döyüldü, ıl artırılıb. Görürsünüz, birində ındı, birində ıldı. Və yaxud da yuyuldu sözü. Üzr istəyirəm, yuyunmaq. Məsələn, əl-üzümü yuyuram. Qayıdış növdür də, özüm öz əl-üzümü yuyuram. Bu qayıdış növdür, şəkilçi qəbul edib ın, yuyunmaq. Amma qablar yuyuldu, məhcul növdə qəbul edib ıl. Gördünüz? Yəni, eyni şəkilçi kimi görünsə də, bəzən bir söz qayıdış və məhcul olanda fərqli şəkilçilərlə düzələ bilir. Başa düşdünüz? Bundan bağlı sual var. İndi keçirik biraz test işləməyə. Bundan elə işləyirik ki, isti-isti.